Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna müqəddəs messa ayini keçirilib. Azərbaycandakı Katolik kilsəsinin apostol prefekti Yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan müqəddəs Bakirə Məryəmin məsum hamiləliyi kilsəsində rəhbərlik edib. Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib. O, Fransiskin nümunəvi dini lider kimi xarakterizə edib. Onun Azərbaycan etdiyi səfəri və ölkədə Katolik kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən geri dönüşü olmayan ürək-damar kollapsı nəticəsində vəfat edib. Əslən Argentinadan olan Roma Papası Fransisk 2013-cü ildə Vatikanın müqəddəs taxtına çıxmışdı. O, dünyanın müxtəlif ölkələrinə 30-dan çox apostol səfər etmiş, sadə insanlarla birbaşa ünsiyyətdə olmuş və görüşlərin sadə və xüsusi təhlükəsiz tədbirləri olmadan keçirilməsini tələb etmişdi. Roma Papası Fransiskin timsalında beynəlxalq ictimaiyyət və dünyanın katolik icması yüksək mənəvi keyfiyyətlərə malik həyatını insanlığa fədakar xidmətə həsr etmiş, görkəmli dini xadimi və böyük şəxsiyyət itirdi, deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müqəddəs Roma kilsəsinin kamerlonqusu, Zat-ı Aliləri kardinal Kevin Farelə ünvanladığı məktubda qeyd olunub.